Xankəndi şəhəri erməni silahlı birləşmələrinin nəzarətinə keçib. Şəhərə silahlı qüvvələr daxil olub və idarəetmə tam şəkildə ələ alınıb. Nəticədə Xankəndidə yaşayan Azərbaycanlı mülki əhali evlərini tərk etməyə məcbur edilib. İnsanlar təhlükəsizlik məqsədi ilə şəhərdən çıxarılıb. Bu, düşünülmüş işğal planı idi. Prosesin təməli hələ 1988-ci ildə qoyulmuşdu. Həmin dövrdə xaricdən dəstəklənən separatçı qruplar Xankəndinin mərkəzində kütləvi aksiyalar təşkil etməyə başlamışdılar. Bu aksiyaların əsas şüarı isə Miyatsum idi, yəni bölgənin Ermənistanla birləşdirilməsi. Bu ideyanın həyata keçirilməsi üçün əsas hədəf Laçın idi. Qarabağla Ermənistan arasında birbaşa əlaqə yaradan yeganə yol məhz buradan keçir. Xankəndidə möhkəmlənən separatçı dairələrin əsas planları da bu xətt üzərində qurulmuşdu. Şəhərin işğalı ərəfəsində Təranə Şahmuradova Xankəndidəki universitetin 5-ci kursunda oxuyurdu. O, həmin dövrdə erməni əsilli rektorun aksiyalara dəstək verdiyini xatırlayır. Separatçıların tələbələri meydanlara, küçələrə çıxardığı ilk gün də yadındadır. Birdən boylandım ki, koridordan ortadan çox səssizcəsinə böyük bir kütlə gedir. Yaxınlaşdım. Baxdım ki, universitetin, institutun o zamanki rektoru Sarkisyan idi. Sarkisyan durub qapının ağzında və erməni dilində də çox sakit durun, səs salmayın deyə tələbələri bir özü əli ilə belə qapıdan çıxardır. Yaxınlaşdım, girdim otağa və müəllimə bildirdim ki, belə. Dedi ki, gəlin sakit oturun, onlar bugün nümayişə başlamalıdırlar. Aksiyalar elə həmin gün başlayır. Şəhərin Azərbaycanlı əhalisi isə proseslərin gedişini izləyir. Ta ki, aksiyalar silahlı hücumlara çevrilənə qədər. Bununla da 3 il ərzində Xankəndidəki bütün Azərbaycanlılar doğma evlərini tərk etməyə məcbur edilirlər. Həmin günü 60-a yaxın Azərbaycanlıların fərdi yaşayış evləri yandırıldı. Yerinə yeksan elədilər ki, Azərbaycanlılar məcburən tərk eləsinlər. Və bu davam elədi ta ki, həmin ilin dekabr ayının 26-sına kimi. Artıq Xankəndi şəhərində heç bir Azərbaycanlı qalmadı. Çünki evlər yandırıldı, dağıdıldı və məcburən Azərbaycanlılar Xankəndi şəhərini tərk elədilər. Kərkicahan Xankəndinə bitişik qəsəbədir. Şərif Cəfərov da o dövrdə burada yaşayıb. Ermənilərin birdən-birə baş qaldırması ona qəribə gəlirdi. Axı illərdir ki, eyni şəhərin havasını, suyunu bölüşürdülər. Hər gün qarşılaşdıqları küçədə bir gün nankör qonşuların silahları Azərbaycanlılara tuşlayacağı ağlına da gəlməzdi. Amma başına gəldi. Hardasa 40-41 yaşında adamdır, vayeni formada, başı keçəl, çənəsi interesin uzun. Avtomatı qoyub sinəsinə düz atır uşaqların üstünə. Yəni, kim çıxsa, kim başını qalxsa vurasıdır. Fikirləşdim, aramız olar da, buradan ora nə olar? 12 metr, 10 metr. Buradan bunun küləyə nişan aldım, barmağımı çəkdim. Buradan qanı gördüm. Koftasının burasından tazı boş yerdən dəymişdi. Yəni, həm çox güclü qorxdu, həm də ki, güllədir də, istəşdirməz dəyibdir. Həmin vaxt 25 yaşında olan Şərif ağır yaralansa da əlbəyaxa davaya çıxıb düşməni məhv etməyə nail olur. Sıçradım bunun başına. Tapanca, boş tapancanın qundağını bunun təpəsinə vurdum. Bu da avtomatı yendirdi başımın üstünə. Bax, mənim başımın sümüyü buradan bura kimi bax, qapaqlıq batmışdı, təmiz beyin dağılmışdı. Gözümü qan tutdu. Bu gözümü qan tutdu. Göydə buna bir dənədir, çənəsinə vurdum. Avtomatı bunun əlindən, göydə yıxılmış yerdə, bax, düz bax, bu deyil burada. Burada avtomatı bunun əlindən aldım. Avtomatı bunun əlindən aldım, təpəsinə bir üçün vurdum. Baş verənlər açıq şəkildə göstərdi ki, süni formada yaradılan qarşıdurmaların əsas yükü hər zaman dinc əhalinin üzərinə düşür. Məlum çevrənin irəli sürdüyü ideyalar isə nəticə itibarilə bütöv bir bölgəni illərlə davam edən gərginlik və münaqişə mühitinə sürüklədi. Bu proses tək əraziləri deyil, insanların həyatlarını və gələcək arzularını da alt-üst etdi. 32 illik həsrət cəmi 23 saata sona çatdı.
Qısa vaxt ərzində keçirilən antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf ərazilər separatçılardan təmizləndi. İndi şəhərdə güllə səslərini, müharibə izlərini yenidən qurma və inkişaf əvəz edir. Şəhərin işğal altında olduğu vaxt dünyaya gələn gənclər də burada oxumağa, işləməyə və yaşamağa can atırlar. Mənim məktəbi bitirməyim elə Xankəndinin azad olunması ərəfəsinə düşdüyü üçün mən qərara gəldim ki, burada təhsil alım və buranın və Qarabağ Universitetinin tələbələrindən, həmçinin Xankəndi şəhərinin ilk sakinlərindən biri olum. Burada yeni infrastruktur, gözəl binalar və tamamilə yeni bir həyat qurulur. Hər şey elə başladığı yerdə də bitdi. Hadisələrin özü tarixdə qalır. Amma onların doğurduğu nəticələr zamanla dəyişə bilir. Bugün Xankəndi yeni mərhələyə qədəm qoyur. Şəhər artıq tək Azərbaycanın deyil, bütün regionun diqqət mərkəzindədir. Bura uzun fasilədən sonra yenidən təhlükəsiz şəhər kimi formalaşır. Qasım Xuluflu, Namiq Ağayev, İTV Xəbər, Xankəndi.